Azərbaycan teatr sənətinin mərkəzi, ənənə və yeniliyin qovuşduğu ünvan. Azərbaycan teatr sənətinin tarixi Akademik Milli Dram Teatrının tarixi ilə başlayır. Gəlin bu möhtəşəm sənət ocağına daha yaxından baxaq. il mart ayının 10-da Bakı Gimnaziya Məktəbinin teatr həvəskarları tərəfindən Mirzə Fətəli Axundzadənin Sərgüzəşt Vəziri Xan Lənkəran komediyasının eyni adlı tamaşası ilə peşəkar milli teatrın əsası qoyuldu. Azərbaycan klassik dramaturgiyasının nümayəndələri Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadənin milli teatrın yaranmasında böyük xidmətləri olub. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda 1-ci Müsəlman Dram Truppası adlı ilk professional teatr kollektivini təşkil etmişdi. 1897-ci ildə isə Bakıda ilk dəfə Artistlər İttifaqı yaradılmışdı. 1917-ci ildə Bakıda Müsəlman Artistləri İttifaqı yaradılmışdı. 1919-cu il oktyabrın 24-də teatr dövlət teatrı, 1959-cu ildə isə akademik statusu alır. Teatr müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və sair adlandırılıb. 1991-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adlanır. 1924-cü ildə Azərbaycan Dövlət Milli Dram Teatrına baş rejissor kimi dəvət edilən Aleksandr Tuqanov Bakıda səhnəyə qoyduğu onlarla maraqlı tamaşaları ilə Azərbaycanda rejissor sənətinin inkişafında, eləcə də repertuarın zənginləşməsində böyük xidməti olmuşdu. Mirseyfəddin Kirmanşahlı, Yusif Yulduz, Əliağa Ağayev və başqaları Moskva, Leningradda ali rejissor təhsili alıb qayıtması ilə Azərbaycanda rejissor sənəti yeni peşəkar mərhələyə qədəm qoyur. Azərbaycan teatrında rejissor sənətindən danışarkən Adil İskəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovun adlarını xüsusi qeyd edirik. Çünki Adil İskəndərov monumental romantik, Mehdi Məmmədov romantik fəlsəfi, Tofiq Kazımov isə lirik psixoloji üslubu ilə Azərbaycan teatr tarixində dərin iz qoyublar. 90-cı illərdən başlayaraq Akademik Milli Dram Teatrının tarixində yeni dönəm başlayır. Hüseynağa Atakişiyev, Azərpaşa Neymətov, Mərahim Fərzəlibəyov özünə məxsus rejissor niyyətlərini, üslublarını nümayiş etdiriblər. Bugün isə teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə sələflərinin ənənələrini davam etdirərək özünə məxsus quruluşları, müasir standartlara cavab verən tamaşaları ilə Akademik Milli Dram Teatrının rejissor sənətini davam etdirir. Və buradan da anlamaq olar ki, teatr möcüzələr yurdudur. Bugün sizi teatrın sehirli dünyasına aparacaq, tamaşanın pyesdən səhnəyə qədər keçdiyi maraqlı yolu addım-addım kəşf edəcəyik. Hazırsınızsa, başlayaq. Nəyə görə məsuliyyətli məsələdir? Çünki burada bir neçə komponent var ki, o nəzərə alınmalıdır. Birinci növbədə əlbəttə müasir tamaşaçının zövqünü oxşayan, marağına səbəb ola biləcək əsərləri seçmək lazımdır. Repertuar necə tərtib olunur ümumiyyətlə, əsərlər necə seçilir? Akademik Milli Dram Teatrına həddindən artıq çox müraciətlər var və bu müəlliflərin haqqıdır. Çünki onlar əsəri yazırlar və hesab edirlər ki, onların yazdıqları dramaturji material Akademik Milli Dram Teatrının səhnəsi üçün yetərlidir. Amma çox təəssüf ki, həmişə bu belə olmur. Teatra pyes təqdim olunur, ədəbi hissə müdürü onun rəyini yazır, oxuyur, rəyini yazır. O haqda, əsər haqda və əgər teatrın repertuar siyasətinə, bugünkü çağırışlara cavab verirsə, onu teatr rəhbərliyinə tövsiyə edir səhnəyə qoyulmaq üçün. Müəllifdən çıxandan sonra artıq müəllifin deyil o əsər. Yəni, obrazlı desək, müəllif yoxdur, müəllif ölüb. Artıq
tamaşa faktoru var, artıq rejissor faktoru var və rejissorun müəlliflə razılaşdırmaq şərti ilə o tamaşa üzərində istənilən eksperimenti, istənilən yaradıcılıq işini aparmağa tamamilə səlahiyyəti var. Çünki nəhayətdə tamaşa rejissorundur. İlk olaraq hər bir rejissorun artıq beynində olur ki, hər hansı bir əsərdə rolları hansı aktyorlar ifa eləməlidir. Əsər göndərilir həmin aktyorlara, aktyorlar əsərlə tanış olduqdan sonra ilk oxunuş məşqi başlayır. İlk oxunuşdan əslində necə olmalıdır? Belə bir söz var ki, əgər hər hansı bir aktyor ilk oxunuşda rolu pis oxuyursa, həmin aktyoru roldan azad eləmək lazımdır. Çünki o pyeslə tanış olmayıb gəlin. Deməli, onun maraq dairəsində deyil bu. Artıq başlayır ayaqüstü məşqlər. Ayaqüstü məşqlərdə əvvəl, yəni o biraz çətin prosesdir. Çünki hər bir əsərdə də həmişə yəni müəllifin demək istədiyi ilə rejissorun demək istədiyi üst-üstə düşməyə bilir və onlar üst-üstə düşməyəndə əslində maraqlı olur mənim üçün şəxsən. Və ondan sonra artıq paralel, yəni oxunuş mərhələsindən paralel, hətta biraz da tez rejissor dəqiqləşdirəndən sonra rəssamla və bəstəkarla işə başlayır. Onlara öz tapşırıqlarını verir. Paralel geyimlər, dekor hazırlamağa başlayır. Təsdiq olandan sonra əlbəttə ki, teatrın rəhbərliyi və bədii şura tərəfindən təsdiqlənəndən sonra bu proses başlayır və məşqlər gedir, təyin olunur ki, baxış nə vaxt olacaq, general, yəni əsas məşqlərdə, baş məşqlərdə kostyumlar verilir, dekor verilir və aktyorlar kostyumlara, dekora uyğunlaşmağa başlayırlar. O vaxta qədərsə səhnədə dekor əvəzi, onları əvəz edən, ən yaxın görünən nələrsə varsa, onlar qoyulur ki, aktyorlar əvvəlcədən mizanlarını onlara uyğunlaşdırsınlar. Və ondan sonra baş məşqlər, baxış, teatrın rəhbərliyi və bədii şura tərəfindən baxış. Əgər tamaşa qəbul olunursa, düzəlişlər deyilirsə, bir neçə məşq, düzəliş məşqləri gedir. Yox, düzəlişlər deyilmirsə, artıq premyera təyin olunur. Pyeslərin necə seçildiyi haqqında məlumat aldıq. İndi isə gəlin görək, rol bölgüsündən sonra aktyorlar öz rollarına necə hazırlaşırlar? Mən bütün rollarımda istər xanıma olsun, istər Filomena Marturan olsun, istər bu Lady Macbeth olsun, əlbəttə birinci materialdan mən irəli gəlirəm. Yəni dramaturqun əgər xarici demək əsərdirsə, bu William Shakespeare'in bu tərcümə olunmuş variantdan mən öz demək mənə təqdim olunan materialdan irəli gəlib öz rolumun üzərində işləməyə başlayıram. Bəzi aktyorlar var ki, geyimi tapırlar, onun xarici görünüşünü tapırlar, rolə gəlirlər. Bəzi aktyorlar da var ki, demək rolün özəyini, yəni dediyim o materialdan tapırlar, onu bilirlər, nə oynayacaqlar. Ondan sonra geyim mərhələsinə keçirlər. Mən deməli rol işləyəndə deməli xaricindən içini enirəm rolun içinə. Xaricini tam görməmiş çətin olur mənim üçün. Çətin olmur, daha rahat olur mənim üçün içinə enmək, rolun içinə enmək. Yəni ona görə həm fikirləşdim necə olsun, bütün bu ştamplardan uzaqlaşmaq. Ona görə bir süni intellektə müraciət edim. Süni intellekt mənə qəribə bir şey verdi, görkəmi, iblisin görkəmi. Bəlkə də çaşdı. Mən ondan müəyyən detallar götürdüm, qrimimi eləmək üçün.
saxladım özüm çünki finalda bu cür olacaq. Görünüşünü bildim. Qaldı içine emmək. Hər bir aktyor çalışmalıdır ki, səhnəyə profesional qrimlə çıxsın. Səhnəyə qrim etməyib çıxan aktyor profesional sayılır. Çalışmaq lazımdır ki, aktyor hər bir obraza görə öz qrimini tapsın. Və təbii ki, burada bizim teatrın qrim ustalarının da böyük zəhməti var. Amma mən çalışıram ki, ən çətin qrimlərimi belə özüm edeyim. Çünki təbii ki, vaxtında buna görə dərs almışam, profesional master-klass keçmişəm və istəyirəm ki, bunların hamısını bütün obrazlarımda bir daha tətbiq edeyim. İndi hazırda görürsünüz ki, mən hazırlaşıram Shakespeare'in Lady Macbeth əsərinin tamaşasına. Bildiyimiz kimi bu tamaşa Lady Macbeth tamaşası bizim görkəmli sənətkarımız Bəsit xanımın 65 illik yubileyinə həsr olunur və burada da mənə çox böyük bir rol, yəni Macbeth rolu qismət oldu. Yəni hər aktyorun arzusu olan bir roldur. Təbii ki, çox böyük məsuliyyətli, ağır bir roldur. Demək olar ki, 3 saata yaxın səhnədə olur. Hazırlıq prosesi tamaşaçılar təbii ki, nəticəni görürlər. Amma ona hazırlıq prosesi çox belə deyək, çətin, bəzən əsəblərlə dolu, bəzən məyusluqla dolu, bəzən inamsızlıqla dolu olur. Amma buna baxmayaraq, yəni ki, biz hər bir aktyor, təkcə mən yox, hər bir aktyor çalışır ki, yəni rolu maksimal dərəcədə bitkinləşdirsin, bütövləşdirsin və bunu tamaşaçıya versin. Çox mürəkkəb deyim forması var, yəni şeirləndir. Şeir dilindən olan bir tamaşadır. Ona görə ona hazırlıq mərhələsi başqa tamaşalarda olan mərhələyə oxşamadı. Yəni biz ayrı-ayrılıqda və bizim tamaşada Nicət Kazımovdur bizim rejissorumuz. Onun yozumunda bu demək obraz elə bil ki, həm cadugar, həm də Lady Macbeth. Elə bil ki, burada bir mistik bir bağ da var. Yəni ki, cadugarlıqdan elə bil ki, özeyini ondan götürüb Lady Macbeth'də burada qəribə bir hörgü var. Cavan aktyorlarla həmişə dostluq etmişəm. Həmişə. Həm onların enerjisi müsbət olub, həm onlardan çox şey öyrənmişəm. Yeni nəsə cərəyanlar, zatlar belə həmişə onlardan öyrənmişəm. Ona görə həmişə dostluğu həmişə cavanlarla eləmişəm. Yaşlı dostlarım yox. Dostlarım hamısı cavanlardır. Cavanları da həmişə ümidliyəm. Əvvəla mən gəncləri çox sevirəm. Mən düz 2004-cü ildən bizim universitetimizdə pedaqoji fəaliyyətdəyəm və daima gənclərin içindəyəm. Onlarla ünsiyyətindən çox məmnunam. Bilirsiniz, dünya gör-götür dünyasıdır. Mən əgər öz praktikam onlara öyrədirəmsə, bu illər ərzində artıq mən 46-47-ci ilə keçir ki, mən bu teatrdayam. Mən öyrəndiklərimi onlara öyrədirəmsə, mən o gənclikdən də nəyisə özümə götürürəm. Mən həmişə optimist olaraq fikirləşirəm ki, gələcək nəsillər daha yaxşı olacaq. Teatrımız, kinomuz, ümumiyyətlə mədəniyyətimiz, incəsənətimiz daha yaxşı olacaq və olmalıdır. Başqa çarəmiz yox.
Təbii ki, tamaşalar hazırlanır. O proseslərin hamısı keçir, piyes seçilir, hazırlanır. Son məqam gəlir deyəlir həmin tamaşanın realizə olunması, yəni tamaşasında təqdim edilməsi. Bunun üçün hal-hazırda bizdə mərkəzləşmiş sistemdir. Yəni, etiket deyilən bir sistem var. Etiket vasitəsilə istənilən tamaşanın, istənilən teatrın biletin, istənilən kassadan almaq mümkündür. Yəni, tamaşaçı çox asanlıqla istər elektron, istər belə, istənilən teatrdan, istənilən şəhərdəki köşklərdən, bütün teatrların və şəhərdə gedən bütün kütləvi mədəni tədbirlərin biletlərini almaq imkanına malikdir. İkinci bir variant, tutaq ki, məsələn, hansısa təşkilat kooperativ bilet almaq istəyirsə, ona qabaqcadan bizə sifariş verir, biz həmin yerləri mərkəz kassa ilə razılaşdırırıq və onlar kooperativ şəkildə öz əməkdaşlarının, yəni belə deyək, kütləvi şəkildə tamaşalara baxışlarını təşkil edə bilirlər. Son dönəm araşdırma göstərir ki, pandemiyadan sonra ümumiyyətlə gənclərin və demək tamaşaçıların teatra marağı həddən artıq çox olur. Bir tamaşanın hazırlanması prosesi çox çətin və maraqlı yollardan keçir. Amma bunlardan ən maraqlısı geyimlərin və dekorların tamaşaya uyğun necə hazırlanması prosesidir. Bilirəm, sizə də maraqlıdır. Elə buna görə də getdik. Sizə bu günlərim tamaşanın necə hazırlandığını və ərsəyə gəldiyi prosesi danışmaq istəyirəm. Həmin proses ilk olaraq rejissorla söhbətlə başlayır. Həmin piyes ətrafında müzakirələr gedir. Onun bizdən nə istədiyini öyrənirik və onun eskizini hazırlayırıq. Eskizə görə sonra dekorların düzəlməyə başlayır. Dekorlar düzəlib ərsəyə gəlir. Bununla yanaşı geyimlər də çox vacibdir. Geyimlərlə rejissorun istədiyi tarixə uyğun, həmin mövzuya uyğun geyim eskizləri də çəkilir. Sonra geyim eskizlərini dərzilər tikir, hazırlayır və dekor və geyimdən başqa bəzi butaforlar olur, rekvizitlər olur. Onlar da burada hazırlanır. Onların da üstündə işləyirik, müxtəlif texnikalarla hazırlayırıq və sonra həmin bu proseslər tamaşaçılara çatdırılır, tamaşa olaraq səhnədə. Tamaşanın başlamasına 1 saat qalmış. Birinci biz aktyorlarımızı yoxlayırıq. Kimlər var, kimlər yoxdur. Onları hamısı yoxladıqdan sonra keçirik səhnəmizin dekorasiyasına, rekvizitlərinə, hamısına baxılır. Sonra keçirik aktyorların geyim və geyimlərinə baxılır. Tamaşa tam hazır olandan sonra biz başlayırıq. Və budur, tamaşanın son hazırlıqları öz sürətində davam edir. Tamaşa premyera üçün tamaşaçılarına qovuşmağa tam hazırdır.